olacaq müəllimi Şəmsiyə Seyidbəyli. Bu gün sizə dil test toplusundan ikinci hissədən 83-cü sualın izahını verəcəm. 83-cü sualda məməli heyvanın ilkin cinsi hüceyrəsinin bölünməsi zamanı meyozun ikinci anafazasının sonunda autosom xromosomların sayını n qəbul etsək, onda mitozun anafazasının sonunda hüceyrədə olan autosom xromosomların sayını hansı düsturla hesablamaq olar? Biz bilməliyik ki, meyoz bölünmə iki hissədən ibarətdir. Meyoz 1 və meyoz 2-dən. Meyoz 2-də, meyoz 2-nin anafazasında xromosom sayı 2n, xromatid sayı isə 2c və yaxud da DT sayı 2c-dir. Bizdə deyir ki, xromosom sayının 2n'in meyozun ikinci anafazasının sonunda autosom xromosom saylarını soruşur. 2n'in autosomu, uşaqlar, həmişə yadda saxlayırıq. Əvvəlində hansı rəqəm durursa, həmin rəqəmi çıxır, biz autosom xromosomun sayını taparıq. Yəni, meyoz 2-də autosom xromosomların sayı 2n çıxılsın 2-dir. Və bizə deyir ki, həmin autosom xromosomların sayını n qəbul etsək. Yəni, bu 2n çıx 2, n-ə bərabərdir. Bizdən nəyi soruşur? Bizdən mitozun anafazasının sonunda hüceyrədə olan autosom xromosomları sayı. Mitozun anafazasında xromosom sayı 2 dəfə artdığı üçün 4n, 4c şəklində olur. Yəni 4n xromosom, 4c xromatid və yaxud da DT sayıdır. Biz indi dedim ki sizə 4n'in autosomu necə olar? Həmişə n-in əvvəlində duran rəqəmi çıxarıq, 4n çıxılsın 4, mitozun anafazasında olan autosom xromosom sayıdır. Daha uşaqlar, 2n çıxılsın 2. Biz bunu necə buna gətirə bilərik? 2n çıxılsın 2-ni vurarıq 2-yə, alınan 4n çıxılsın 4. Deməli, biz bunu 2-yə vursaq, bunu alarıq. Və bunu da 2n çıx 2-ni n-lə işarə etdiyimiz üçün n vurulsun 2. Yəni, düzgün variantımız 2n olar. B variantı. Sağ olun, başqa suallarda görüşənədir.